Salam, 9-cu siniflərə köməklik olması üçün bu videonu hazırladım. Bu videoda short tekstləri yazmağın çox rahat bir üsulunu deyəcəm, hansı ki, bir cümlədən istifadə edərək doğru cavabı tapmaq mümkün olacaq. Ümid edirəm ki, əvvəlki videolar kimi bu videoda sizlər üçün faydalı olacaqdır. Daha da faydalı videoları qaçırmamaq üçün kanala abunə olmağı da unutmayın. Başlayaq. Verəcəyim misal isə həm dəyər yayınlarından, həm də güvən nəşrlərindən olan imtahandan nümunə verəcəm sizlər üçün ki, daha real olsun. Məsələn, dəyər yayınlarının hazırlamış olduğu sınaqdan 18-ci suala baxaq. Baxaq. İlk öncə qeyd edim ki, Salam Emma yazıbsa ilk başda və ən sonda Best Lucas yazıbsa, deməli yazan Lucasdır və Emma yazıbdır. Buna diqqət edərsiniz, çünki bunun da önəmi olacaqdır. İlk öncə doğru cavabı sizə deyim. Doğru cavab burada olacaqdır D variantı. İndi izahını verək ki, bəzən elə olur ki, bir cümlə ilə cavabı tapmaq mümkün olur. Baxaq. Nə göstərir? Dinner reservation is at 8 p.m. Yəni bu nahar ayrılması görüşü saat 8-dədir, belə deyək. Mətndə həmin hissəyə baxaq. İlk cümləyə baxdınızsa, dinner reservation at 8 p.m. Yəni bu nahar 8-dədir, saat 8-də. Heç ümumi mənanı bilməsəniz belə, cümlənin digər hissələrini bilməsəniz belə, artıq bu iki hissədən söhbəti bilmək olur ki, tutaq ki, dinner reservation mənasını bilmirsiniz. Yəni bundan sadəcə bilmək olur ki, burada cavab D variantıdır. Bu sadəcə imtahana az vaxt qaldığı üçün belə bir formadır, belə deyim. Amma yaxşı olar ki, siz böyük readingləri yazmaq üçün daha digər, yəni həmin bütün belə deyim də, sınaqlar belə olmur, bütün suallar belə olmur, amma bu tip suallar da çoxdur imtahanlarda və sınaqlarda. Siz yenə də ən yaxşısını hazır olun, amma bu üsulda bir, belə deyim, fürsətdir. Yəni sadəcə bir cümləni bilməkdən, hətta baxın bu sualda cümlənin mənasını belə bilmədən, çünki dinner hamı bilir, heç bilməsəniz belə saat 8 görürsünüz burada. Bununla belə götürüb doğru variantı tapmaq mümkündür. Yəni bəzən uşaqlar short teksti görürlər, böyük bir mətin kimi görürlər. Cavablar da biraz uzun olanda qorxub heç ona baxmırlar. Amma əslində kiçik xırda bir detalda cavab gizlidir. Yəni biraz diqqət eləsəniz bəlkə də doğru cavabı tapa bilərsiniz. İndi isə güvən nəşrlərindən olan, yəni sınaqdan olan bir suala baxaq. Yenə 18-ci suala baxaq. Salam David deyir və sonda Best Emily var. Deməli məktubu yazan Emilydir, David yazıbdır. Burada da doğru cavab olacaqdır. Burada Y variantı. Told sözü elə bir söz. Bunu hər kəs bilir yəqin ki, aşağı sinif sözləridir. Emily David'e dedi haqqında. İşi də hər kəs bilir. Onun işi haqqında. Yəni Emily David'e öz işi haqqında dedi. Baxın, mən sizə ikinci cümlədə bir şey göstərim. I just wanted, istədim ki, you know, biləsən ki, I got my new job, öz yeni işimi əldə etdim. Baxın, sırf sadəcə bu hissəyə baxmaqdan, ikinci cümləyə baxmaqdan təbii ki, doğru tərcümə etdinizsə, doğru variantı tapmaq mümkündür. Digər variantlara heç baxmağa ehtiyac yoxdur. Bir daha əvvəl dediyim qeyd edeyim, yəni əksər abituriyentlər mətni böyük görürlər, cavabları da böyük gördükləri zaman yaza bilmərəm, edə bilmərəm kimi düşüncələrə girirlər. Amma dediyim kimi bir cümləni bilməkdən doğru cavabı tapmaq mümkündür. Amma imtahanınızda qabaqda günlər varsa, bəlkə də aylar varsa, çalışın ki, lüğət bazanız və mətn tərcümə etmək qabiliyyətiniz çox yaxşı olsun. Çünki elə olduğu zaman həm böyük readingləri daha rahat yaza bilərsiniz, həm də ki, bu tip suallar düzdür olsa da, fərqli sual tipləri də olur. Yəni, bəzən bir cümlədən cavabı tapmaq olmur, yaxşı söz bazasını bilmək tələb olunur. Sırf bunlara görə yaxşı olar ki, həm lüğət bazanız, həm mətn tərcümə etmək bacarığınız yaxşı olsun. Hər birinizə bol-bol uğurlar. Ümid edirəm ki, bu videoda sizlər üçün faydalı oldu.